Fazil İskəndər. Mövcudluğun sujeti. Artıq yarım ildir ki, çap maşının partizan kimi inadla susur. Ondan söz almaq olmur. Nə baş verir? Birdən anladım ki, Rusiya mövcudluq sujetini itirib. Elə ona görə də nədən yazacağımı bilmirəm. Heç kim nə haqqında yazacağını bilmir. Ancaq nə barədə yazacaqlarını bilmədiklərindən xəbərsiz olanlar yazırlar. Qısaca, yaxşı sujetim var idi. Amma yaza bilmirdim. İndi heç olmasa danışmağı sınayacam. Yoldaşlarımla dağlara qalxdıq və Çegin meşələrinə getdik. Güya böyük ov ovlayacaqdıq. Meşəyə girəndə qoca qarğa istəmədən naləyə oxşar səslə bağırdı və palıd ağacının budağından havaya qalxdı. Havada bir müddət əl ağacına bənzər qanadlarına dirənərək uçdu. Düşündüm ki, bu pis əlamətdir. Bütün gün meşədə gəzdik və bir dənə də olsun ova rast gəlmədik. Nə qaban, nə ceyran, nə də ayı. Heç ayıya rast gəlməyi özümüz də istəmirdik. Bircə dəfə meşə bataqlığında boz dovşana rast gəldik. Heç ona ateş açmaq ağlımıza da gəlmədi. Bir dəfə isə az qala azmış qolxuz öküzünə ateş açacaqdıq. O tam vaxtında başını kolluqdan çıxardı və inci baxışlarla ona tuşlanmış silahlarımıza baxdı. Sanki deyirdi, hey, uşaqlar, bu nədir? Deyəsən dəli olmusunuz. Utanaraq silahlarımızı aşağı indirdik və göstərdik ki, yox, dəli olmamışıq. Çegin cəngəlliklərində dolaşırdıq. Meşədəki sarmaşıqları kəsmək daha asan idi, nəinki şəhərdə dolaşan qeybəti. Uzun və uğursuz ət axtarışlarından sonra məcburən vegetarian yeməkləri yeməli olduq. Qoz, dəfnə gilas, qaragilə və s. Axşam Çegimin ucqarlarına gedib çıxdıq. Burada Çegimin sonuncu sakinlərindən olan bir qadın yaşayırdı. Adı Maniça idi. Nadir hallarda şəhərə inirdi ki, pendir, qoz, un satsın. Şəhərdə onun evli olan böyük qızı yaşayırdı. Kənd təsərrüfatı institutunda isə oğlu oxuyurdu. Hamı onu tanıyırdı. Uşaqları ilk nigahından idi. Bu, 40 yaşlarında qalın kirpiklərlə örtülü gözləri, kəndli qadınlara məxsus, yüngül dolu bədəni olan maraqlı qadın idi. 3 dəfə ərdə olmuşdu. Onunla yaşayan kişilər cəngavərcəsinə Çegin ucqarına üz tuturdular. Amma sonda insanlardan ayrı qalmağa və təbiətlə uzun müddətli münasibətə dözə bilməyib onu tərk edirdilər. Cəngavər paltarlarını cingildədərək aşağı düşür, ayağa qalxır silkələnir və axmaqlarla dolu vadiyə üz tuturdular. Qızı inadla anasını şəhərə çağırırdı. Amma qadın şəhərdə yaşamaqdan imtina edirdi. Çünki atasının evini atmağın ən ağır günah olduğunu hesab edirdi. Qalan qardaşları və bacıları isə Abxaziyanın kəndlərinə dağılmışdılar. Bizi sevinclə qarşıladı. Geniş mətbəxə aparıb, ehtiyatlanmadan silahlarımızı süpürkə qoyduğu küncə tıxadı. Sanki bir güllə belə atılmayan silahların əsl yerini göstərirdi. Sonra yanan ocağın kənarında əyləşdirdi. Qırmızı yubqa, tünd köynəkdə güclü əlləri ilə o bütün axşamı həyatından danışaraq mətbəxdə var-gəl etdi. Gah un ələyirdi, gah əlləri ilə bərabər şəkildə ələyi çırpırdı. Gah qarğıdalı aşa hazırlayır, gah lobya pişirirdi. Nəhayət toyuq kəsdi və inanılmaz sürətlə onu yoldu. İçini təmizləyib şişə keçirdi və ocağın yanında oturdu. Şişi çevirir, bəzən təbəssümlə bizə baxırdı. Sanki bizim ovçu uğursuzluğumuza gülürdü. Əlimizə silahları alsaq, naməlum rəssamın uğurlu ovdan sonra şişdə qırqovul rəsmi alınardı. Sonra isə isti yeməyi alçaq stola düzdü. Haradansa bir butulka çəçət çıxardı və bizə də özünə də süzdü. Ondan qaçan əri barədə danışarkən gülərək təəccüblənib dedi, başa düşmürəm, məndən iyi gəlir nədir? Əlbəttə, bu sözləri ancaq özündən əmin qadınlar deyə bilərdi. İstənilən qadın kimi onun da təbəssümü dişlərinin keyfiyyətindən asılı idi. Dişləri çox gözəl idi. Bundan başqa, sonradan başa düşdüm ki, həyatının doğru olduğuna əmin olması da onda əla əhval-ruhiyyə də yaradır. Burada darıxmırsan, deyə soruşdum. Darıxmalı vaxtım var ki, gülümsədi. İnəklərim, donuzum, toyuqlarım, bostanım var. Heç bilmirəm ki, axşam necə düşür.
Belə gözlənməz qonaqlar da gələndə mənim üçün bayram olur. Onun evini Na adlanan yerin sakini almaq istəyirdi. Bu yer yaxında idi. Bir neçə dəfə qadını yola gətirməyə çalışıb ki, evi satsın. Geniş, şabalıdı ev möhkəm idi. Lakin qadın imtina edib. Alıcı qiyməti dayanmadan qaldırsa da qadın inadla imtina edirdi. Yəqin alıcı bilirdi ki, qızı anasını şəhərə çağırır. Nəhayət qadını qorxutmaq üçün deyilmiş ki, evi yandıracaq. Qoy nə ona qalsın, nə də qadına. Mən isə ona dedim ki, qadın qəhqəhə çəkərək dedi. Əgər evimi yandırsan, içində olsam çıxa bilməyəcəm. Çöldə olsam içərini girəcəm. Hamı da biləcək ki, sən qatilsən. Başa düşdü işlər pisdir, həl çəkdi. Qızı və kürəkəni dayanmadan qadını şəhərə çağırırdılar. Əlbəttə, onların da öz istəkləri vardı. Qadının onların uşaqlarına baxmalarını istəyirdilər. Qadının onların uşaqlarına baxmasını istəyirdilər. 3 uşaqları vardı. Amma onlar da heç nə edə bilmədilər. Əşə, onlara hər şeydə kömək eləyirəm, amma orada yaşamaq da istəmirəm, qadın dedi. Hətta çekim kolxozu da onun evindən 5 kilometr uzaqda idi. Ona evinin yaxınlığında tütün plantasiyası vermişdilər. Özü tütünü yetişdirir, qurudur, tütün anbarında bağlayırdı. Çekim sakinlərindən birinin oğlu evləndikdən sonra ailə böyüyüb evə sığmayanda qadına əlavə pul ödəməklə evləri dəyişməyə təklif ediblər. Amma qadın ona da yox demişdi. Mənim evim çekimin mərkəzindədir, hey mərkəzində, gülərək qadın qışqırdı. Elə danışır ki, elə bir çekimin mərkəzi Moskvanın mərkəzidir. Çekim sakini deyəsən qadının sivilizasiyaya yaxın olmadan imtina etməsinin səbəbini anlaya bilməmişdi. Hamı heyrət edirdi, görəsən qadına cadu etməyiblər ki. Sonralar şəhərdə yaşayan oğlu narkotika qurşanı polisə yaxalandı. Həbs edilərkən kayıfda olması bir yana, cibindən də 1-2 porsiya narkotik tapılıb. Bacısı ağlaya-ağlaya yanıma gəldi. Az qala diz çöküb kömək istədi. Polis demişdi ki, mümkündür. Polisdən nəsə xahiş etməyin verdiyi iyrənmə hissini kənara qoyub getdim. Gənci himayəm altına alaraq polisə dedim ki, bu çox ağıllı gəncdir və mənim bütün kitablarımı oxuyub. Bundan daha böyük yalan ağlıma gəlmədi. Demək istəyirsiniz ki, o həm də kitablardan kayf tutub? Polis rəisi kinayə ilə dedi. Amma gənci də buraxdı. Məncə, heç mənim xahişim də bir rol oynamadı. Yerlər dolduğuna görə buraxmışdılar. Deyəsən, heç gəncdə narkotika tam alidə olmayıbmış. Gözdəyməsin, hələ ki sağlamdır və dözdür. Bacısı mənə xəbərdarlıq elədi ki, anaya narkotiklə bağlı məsələni deməyim. Heç mən onsuz da deməyəcəkdim. Yeri gəlmişkən, dəqiq bilirdim ki, gənc institutu qurtardıqdan sonra çəkəmə qayıtmaq barədə heç fikirləşmir. Bəs görəsən ana bu barədə nəsə bilirdi? Soruşa bilmədim. Görəndə ki, atamın evi boşalır, yaşamaq istəmirəm, qadın dedi. Lap elə məni Stalin kimi Kremlə göndərin, yenə yaşamaq istəməyəcəm. Əgər burada həyat qurtaracaqdırsa, niyə axı babam 100 il qabaq köçüb ev tikib uşaqlarla doldurub? Yox. Nə qədər ki yaşayıram, burada həyat dayanmayacaq. Bilirəm ki, o biri dünyada babam məndən razıdır. O biri dünya olduğuna inanırsan? Deyə soruşdum. Əlbəttə. Yoxsa babamın məndən razı olduğunu hiss eləməzdim ki. Bəs bütün çekin vadiyə köçsə necə? Soruşdum. Əşi, qoy köçsünlər. Çiyinlərini çəkdi. Onlara heç demək olar görmürəm. Öz-özümə həm rəis, həm də təsərrüfat müdiri olacam. Güldü. Ayağa qalxıb, yeməyin artığını qaba yığdı və mətbəxə getdi ki, iti yemləsin. Qapının arxasında itin sümükləri necə sındırması və qadının gülərək ona, ay tələsmə, ay dəli, dişini sındırarsan, deməsi eşidilirdi. Sonra əlində kerosin lampası ilə bizi digər otağa apardı və yatağı göstərdi. Gecən xeyrə qalsın, dedi. Üzünü daha da gənc göstərən lampası ilə digər otağa getdi. Bir neçə dəqiqə sonra onun digər otaqdan uzun və sakit qəhqəhəsi eşidildi. Nəyəsə möhkəm gülürdü və özünü saxlaya bilmirdi. Nə olub? Özümü saxlaya bilməyib bərkdən soruşdum. Heç nə. İnəyim yadıma düşdü. Südünü sağanda bir hissəsini balası üçün saxlayır. Bugün onu sağanda südünü gizlətdi, o dəqiqədə mənə baxdı. Bildim ki, südünü gizlədib. Yaman bicdi. O dəqiqə baxdı. Sonra lampanı söndürdü
və qapının arxasında işıq etdi. Ay Allah, bizi unutma. Sevgi ilə Allahın unutqanlığını xatırlayıb dedi. Sükut çöktü. Uzanıb, ağac evin gecə səslərinə və düşüncəli xışıltılarına qulaq asdım. Həmin gecə yata bilmədim. Özümü yaxşı hiss eləyirdim, xoşbəxt qadın görmüşdüm. Xoşbəxt idi, çünki mövcudluğunu dəqiq bilirdi və anlayırdı. Bütün ölkədə onlarla, milyonlarla bədbəxt görmüşdüm. Onlar kasıb olduqları üçün və daha da kasıb ola biləcəklərindən qorxduqları üçün bədbəxtdilər. Bəziləri isə bədbəxtdilər, baxmayaraq zəngindilər. Qorxurlar ki, pullarını qoruya bilməzlər. Üçüncülər isə bədbəxtdilər, çünki nə üçün yaşadıqlarını bilmirlər. Hamısı birlikdə qəddar mənasızlıq xaosundan qorxduqları üçün bədbəxtdilər. Mövcudluğun sujeti bütün iqtisadi qanunlardan daha vacibdir. Daha doğrusu, iqtisadi qanunlar özləri insanda mövcudluq sujeti olanda işləyir. Əgər banka pul qoyanlar mövcudluğun sujetinə inanmasalar, banklar batarlar. Əgər ölkə vətəndaşları dövlətin mövcudluq sujetinə inanmasalar, dövlət parçalanar. Siz sujet verin, mənə sujet verin. Baxın, o qadında sujet var. Heç nəyə baxmayaraq. Tərcümə etdi Gülər Qasımova. Səsləndirdi Gülər Qasımova.